Salam, hər vaxtınız xeyir olsun. Məni sevən gözəl izləyicilərim. Bugündən etibarən biraz özümə istirahət verirəm. İnşallah gözəl bir səyahətə çıxıram. İstəyirəm ki, bunu sizin üçün vloqluyum. İzləmədə qalın, günlük vloqlar gəlir. Hər kəs izləsin, çox maraqlı yerlərdə olacağım. Çox belə, necə deyim, çox gözəl olacaq, həqiqətən. İnanın mənə, indi hal-hazırda çamadanlarımı yığmışam. Taksini gözləyirəm, hava limanına doğru irəliyəcəm. Zamanla hara getdiyimi də zamanla biləcəksiniz. İzləmədə qalın. Yenidən sizinlə burada olacağım. Uşaqlar, deməli indi taksiyə əyləşdik, gedirik aeroporta doğru. İnşallah orada da videonun davamı gələcək. Hal-hazırda Xırdalandayıq. Yavaş-yavaş gəldik Terminal 1-ə. İçəri daxil olanda yenidən davam eləyəcəyik. Dəhşət hava istidir. Rahat gəldik amma. Sürücü də çox sağ olsun, qardaş, əziz qardaşdır. Hal-hazırda hava limanındayıq, biletlərimizi almışıq. Hələ də deməyəcəm hara gedirik. McDonald's'dayıq. İndi McDonald's'ı vurum, oturum, ondan sonra sizlə söhbətləşəcəyik. Uşaqlar, deməli indi acımışdıq dəhşət. Dedik, uçuş qabağı bir dənə qəşəng McDonald's yeyib. Göstərim sizə, mənim ən sevdiyim Big Mac. Big Mac deyirlər də, hə. Dəhşət acıyıb müəllimimiz. Göz haqqınızı halal edin. Uşaqlar, siz də müəlliminiz hansı ölkəyə gedir? Təxminlərinizi yorumda yazarsınız. Düzdür, videonun başında bilinəcək hara getdiyim. Çünki açıqlama bölməsinə qoyacağım. Prosta siz yenə də ilk baxışdan necə hiss eləmişdiniz ki, hansı ölkəyə gedirəm, onun yorumda bildirərsiniz. Çox maraqlı vloqlar gəlir, günlük vloqlar paylaşılacaq uşaqlar. Gözəl, qəşəng yerlərə gediləcək, sizin sevdiyiniz yerlər. Like qəşəng gəlsə, izlənmə qəşəng gəlsə davam edəcəm. Yox, zəif olsa vlog çəkməyəcəm. Hamı vlog soruşurdu canlıda. Bu da sizə vlog. Gözləmə yerinə gedirik, oradan sizdən danışacağıq. Özüdən müğayət olun. Hal-hazırda uçuşu qaçırırıq. Bütün bu dəqiqə hava limanında mənlə dostumun adını çəkirlər. Çox gecikdik çünki inşallah çatdıraraq samolyota yenidən sizinlə danışacaqlar. Axırı ki, çox şükür ki, oturduq, əyləşdik. Çox çətin oldu. Az qala biletimiz yanırdı, təsəvvür eləyin. Çox şükür ki, əyləşə bildik. Bütün Hindistanları, türkləri keçə-keçə sağ olsunlar, icazə verdilər, keçdik sıranı. Axırı ki, oturduq, samolyotdayıq hal-hazırda. Qalan gedişatları göstərəcəm sizə. Artıq göydəyik uşaqlar. Hardasa 4 saat, yarım 5 saata yaxın bir uçuşumuz var. Çatına yaxın sizlərlə görüşəcəyik inşallah. Samolyotda uşaqlar yeməyimizi gətiriblər. Belə bir şeydir. Bildiyimiz pendir çörəkdir də, yəni. Pendir çörək gətiriblər. Bu da adi suyumuzdur. Deyirəm, haif deyil, azal. Qurban olaram azala. Yəqin ki, sonra yenə nəsə olsa sizə göstərəcəm. Bacardığım qədər çatdıracam vlogları, narahat olmayın. Və artıq çatdıq. Biz hardayıq? Biz Dubaydayıq. Sizinlə çox gözəl vloglarımız olacaq. Gözəl kadrlarla qarşınızda olacaq. Səbirsizliklə gözləyin. Mən çox səbirsizəm. Səbirsizlənirəm. Amma siz səbirli olun. İndi hal-hazırda avtobusa minəcəyik. Bu avtobuslardan birinə. Görək başımıza nə iş gəlir.
Hə, uşaqlar, deməli, samolyotdan düşdük, avtobusa mindik, gəldik sumkalarımızı, çamadanlarımızı götürən yerə. Çamadanlarımızı rahat şəkildə götürmüşük. Prosta belə maraqsız şeyləri tez-tez sizə göstərmək istəmirəm, sadəcə gedişatı göstərirəm. Çox çəkmək istəmirəm. Yavaş-yavaş gəzintilərə keçirik. İndi taksini gözləyirik, gedirik otelimizə. Oteldə görüşənədək. Deməli uşaqlar, havalimanından çıxdıq, indi taksidəyik. Gedirik otelimizə doğru. Gedək inşallah. Bayaq bəzi registrasiya keçidlərdə falan çəkmədim, çünki onlar maraqsızdır. Mən bilirəm ki, siz nələr gözləyirsiniz. Bir gün xahiş edirəm ki, zəhmət olmasa bu videonu başdan sona qədər kim izləyirsə, səhifəmizə abunə olsun, like atsın, bir də öz fikirlərinizi bildirin. Yaxşımı? Öpürəm sizi. Oteldə görüşənədək. Artıq oteldəyik. Gəlmişik otağımıza. Yavaş-yavaş çamadanlarımızı götürürəm. Qapımız açıq. Girək içəri. Bura bizim otağımızdır. Şunları harada yanıram. Buradan. Nə gözəl, nə gözəl. Ayaqqabıları çıxarmağa gərək. Birinizi sizi salamlayayım. Bura bizim evimizdir. Baxaq elə, baxaq görək. Baxaq. Aha. Aha, nə gözəl. Bura bizim zalımızdır, belə. Sanuzerimiz. Sonra nə var burada? Bura nədir? Bura kuxnadır belə, maraqlı, qəşəng. Ondan sonra bura paltar, yuyan. Ondan sonra bura ağa müəllimimizin otağıdır, şəxsi otağı. Görürsünüz uşaqlar. Necədir? Hər birinizi salamlayıram. Bir daha bir dəhşət hissi var burada. Bir də buranın açım elə baxın. Görüm nətərdir mənzərəsi. Mənzərə qəşəng. Allah, məncə qəşəngdir. İndi burada sabahları tam dəqiq görsənəcək. Evi yoxdur. Baxaq görək. O birisi otaqlara da baxaq. Burada belədir. Əla cəqquzisi falan, belə maraqlı. Ondan sonra burada da samuzerdir. Burada belə. Əla. Belə. Maraqlı. Çöl bayır belə. Qəşəng, səliqəli. Yəni bu şəkildə uşaqlar. Birazdan yenə davam eləyəcəyik. Maraqlı bir şey olsa. Balkon da var imiş. Görməmişəm. Baxın, belə oturacaqlı, belə görün. Nə gözəl mənzərəyə baxırıq. Görürsünüz? Görün, nə gözəl mənzərəyə baxırıq uşaqlar. Allahım, yaratdıqlarıma qurban olaram. Həqiqətən, mən bu ölkəni uşaqlar sevirəm də. Həqiqətən, mən bu ölkədən ötəri ölürəm. Allah hamd olsun. Sizə onu da bir də deyim ki, bura çox istidir, dəhşət istidir. Maraqlı günlər olacaq, maraqlı kadrlar çıxacaq. İnanıram ki, izləyib bəyənəcəksiniz bizi. Burada belə oturmalı. Əla. Bir daha sizi salamlayıram uşaqlar. Baxın. Əla. Super. Həqiqətən. İnanıram ki, bu vlogumuzu bəyənəcəksiniz. Hamı gözü mənim kanalımda olsun. Hamınızı gözləyirəm. Uşaqlar, deməli veşlərimizi yığışdırdıq. Yavaş-yavaş planlayırıq ki, hara gedək. Çünki dəhşət çox acımışıq. Çünki uzaq yol gəldik. İnşallah ki, yaxşı olacaq, maraqlı olacaq. Sizə müəllimimizin saatlarını göstərmək istəyirəm. Baxın. Bəh. Bir də qolumdadır. Bu da təzə kolleksiyadır. Artdı. Yəni belə. İnşallah nə olsa paylaşacağam, narahat olmayın. Bizə like eləyin, yaxşı? Öpürəm sizi. Uşaqlar, deməli otelə çatdıq və çölə çıxmağa heç halımız yoxdur. Həm də hava çox isti olduğu üçün dedik evə zakaz eləyək. Buranın pomidor yumurtası dəhşət olur. Bura gəlmisənsə pomidor yumurta yeməlisən. Bu da bir nevi Azərbaycanlı olduğu demədən göstərin sübutudur. İndi yeyib nuş eləyəcəm. Göz haqqınızı halal eləyin.
Yəni belə şeylər göstərmərəm də, prosta vlog gərək göstərəm. Bu da İskəndər dönəridir Dubayda. Həqiqətən çox dadlı olur. Mən deyərdim ki, Türkiyədə olduğundan belə çox dadlı olur həqiqətən. İndi belə yavaş-yavaş yedikcə sizə də göstərəcəm. Ya Allah'ın adı uşaqlar, buranın təndir çörəyi sizin olur. Dəhşət bir şeydir. Bəh. Buna baxın, Allah. Müəllimimiz bilirsinizsə diyetadaydı, idmandaydı. Prosta da Dubaya gəlmişik, istirahətə gəlmişik də. Bunu da yeməli. Bəh. Pomidor yumurtaya baxın, belə bastırırsınız. Baxın. Of. Uşaqlar, həqiqi başqa daha sizə bir şey deyim, yəni. Dəhşət bir şeydir Quran haqqı. Həqiqətən möhtəşəm bir şeydir. Yəni dağların arasında kabab kimi bunu belə sacın içində pişirsən, heç yəni bu qədər dadlı olmaz. Superdir. Qoyun. Yəni mərciyə də baxın hələ. Elə yorğunuyduq uşaqlar. İnanın heç bu gün sonra çıxa bilmədikdir. İndi gəlmişik də, yəni axşam saatıdır. İstəyirik ki, sabah səhər tezdən duraq. Belə gedək maraqlı yerlərə. Ona görə dedik qoyun evə zakaz eləyək. Həm də hava dəhşət çox istidir. Sabahı fikirləşə bilmirəm də, yəni. 50 dərəcə bu dəqiqə isti var. Pəncərələr nə qədər kondisioner yüksək səviyyədə olsa da pəncərələr yəni yanır. Düzdür, qaldığımız yer sərindir, yəni isti deyil, narahatçılığı yoxdur. Prosta çöl çox istidir. Həqiqi başqadır uşaqlar. İndi mən rahat çörəyimi yeyeyim. İnşallah ya sabahları səhər sizə videonun davamını aktaracağım ya da bu gün nəsə maraqlı şeyləsək onu çəkib sizə göstərəcəm. Özünüzdən müğayət olun. Davamı gələcək, narahat olmayın. Öpürəm sizi. Sabahınız xeyir olsun. Uşaqlar, nə tərsiniz? Dünənlər o qədər yorğun yatdım, öldüm, söndüm, yoxa çıxdım. Bu günləri sıfırdan günə başlayırıq. Saat hal-hazırda 10'a qalıb demək olar. Gedirik, maşın götürmüşük. Belə göy rəngdə maraqlı. Videoda göstərəcəm, indidən demirəm. Maşın götürmüşük, o bizdən, biz burada olana qədər bizlə qalacaq. İndi təzədən video davam edir. İndi taksi vurmuşuq, uşaqlar, gedirik maşın götürməyə. Maşınla lazım olan yerlərə gediləcək. Prosta indi taksilə gedirik ki, şirkətdən gedək maşını götürək. Taksilər də burada dəhşət bahadır. Məsəl üçün, hal-hazırda gedəcəyimiz məsafəyə görə Azərbaycan manatına 40 manat ödəniş eləyəcəyik. Dəhşətdir. Yəni ki, belə, özünüzdə tərsiniz, keyfiniz alınızda tərdir, yorumlarda bildirərsiniz. Gününüz uğurlu keçsin inşallah. Ağa müəllimimiz full motivasiya ilə Dubayın küçələrini axışır. Yeni səhnələrlə sizlərin qarşısındayıq. Səbirli olun, birazdan yanınızdayım. Hal-hazırda gəlmişik rentakar yerinə. Taksilə gəldim. Prosta taksini çəkmək istəmədim. İstəmirəm siz elə bir şeylərlə bezdireyim. Dözülməz isti var həqiqətən. Dəhşət dözülməz isti var. Getdidə hava çönür. Çox istiləşir. Saat 11'ə demək olar ki, qalıb. İndi girik şirkətdən maşını götürək. Ondan sonra yenidən sizə geri dönüş edəcəm. Və gəldik maşın yanına uşaqlar. Götürdüyüm maşın budur. Qəşəng. Prosta Pravan Bakıda qaldığı üçün biraz problem çıxdı. Dostum bizi aparacaq, gəzdirəcək. İndi görək həll eləyə bilsək. Özüm də sürəcəm. O kadrlarda sizlə paylaşacağım. Qaldığım müddətcə bizlə bərabərdir. Belə çox gözəl. Maşının belə videolarını çəkirlər ki, nəsə quruq izi falan olmasın. Rahat şəkildə yoxlanışdı hal-hazırda. Belə.
təhvil verir. Ona görə yoxlayır maşını. Hər tərəfli baxış videosunu çəkir, saxlayır özündə. Baxın belə. 2 qapılı üstü açılan BMW 430. Hə uşaqlar, indi əyləşdik maşınımıza. Gedirik, canımız qurtardı taksilərdən. Həqiqətən BMW çox rahat maşındır. Özünüz də gördünüz videonun fasonun. Oturmuşuq belə, dostum da sürür. Sağ olsun. Sport City'yə gedirik. Gedib bir səhər yeməyi yeyək. Sonra fikirləşəcəyik, görək hara gedirik. Maraqlı. Yollar da belədir. Görürsünüz, Dubai həqiqətən getdikcə dayanmır. Öz sözünü deyir, inkişaf gedir. Hər yer tikintili yerlərdir. Tikinti gedir. Hara baxsaz tikintidir, hara baxsaz tikinti. Amma gözəl şəhərdir həqiqətən. Yollarda super. Davamın Sport City'də gətirəcəm. Görüşənədək. Uşaqlar, deməli, dayandıq yolun qırağında bir gözəl sandviç yeri var idi. Ürəyimiz dəhşət sandviç istədi. Turkey sandviç deyilən bir sandviç var. İndi ekranı çevirəcəm, sizə göstərəcəm. Dediyi hər gün səhər yeməyi olmaz da. Azərbaycanda zaten hər gün səhər yeməyi yeyirik. Bir də karamelli, letti. Bu da bizim kolpemiz. Hər nəysə uşaqlar. İndi ekranı çevirəcəm. Dadına falan baxacam, sizə də göstərəcəm, narahat olmayın. Ya da çevirməyim, elə qoyun, bura qoyun görüm. Bura qoysam nətər olar, əla. Bura polunu qoya bilərəm. Əla. Burada yoxlayaq, görək bunun dadı nədir. Biraz da Dubai'yə gəlmişik, Dubai sandviçlərinin dadına baxar da. Baxın, belə bir şeydir. Baxın. Hə. Görürsünüz, belə sandviçdir, belə. Görüm, qaranlıqda göstərməyim sizə. Hə, belə bir şeydir, içində fərqli nəsə var, baxın. Əla dadı var. Super. Yəni inşallah bir də burada o qədər isti var ki, təsəvvür edin. Güzgülərə falan əl vurmaq olmur da. Yəni bir dəqiqə əlim belə qalsa güzgüdə, yəni əlimin dərisi məhv olar. Çöldə dəhşət isti var, dəhşət. Dadı möhtəşəmdir. Yəni inşallah məqsədim oldu ki, gündəlik həyatımı sizlərlə paylaşıram. Canlı açırdım. Canlı sizlər üçün maraqlı oldu. Uşaqlarla cəzalı oyunlar eləyirdik. Dedim, niyə də vlog olmasın. İnşallah yəqin ki, bir həftə, maksimum 10 gün buradayıq. Belə fikrimiz 10 gündür. Prosta bir həftə də ola bilər. İndi vlogların gedişatında zaten özünüz görəcəksiniz. Bir də bu karamellidən yoxlayaq. Çox dadlı bir şey yox şurada yəni. Göz haqqınızı bu arada halal eləyin. Baxın belə. Super. Hə uşaqlar, telefon yaddaşda oldu, yaddaş boşaltdım, gəldim yerdən. Kofe də çox qəşəngdir. Görə indi buradan çıxıb hara gedəcəyik, nə edəcəyik, hamısını zaten gedişatları siz biləcəksiniz. Yəni belə. Gördüyünüz kimi günümüz keçir. Qəşəng sakit yerdir. İnanın Allah'a burada heç belə siqnal səsi, dünəndən buradayam. 2 il bundan qabaq da bura gəlmişdim. Onda olduğu kimi indi də. Nə bir siqnal səsi, nə kiminsə bir qışqırığı, heç bir şey yoxdur. Yəni maşın siqnalı nədir? Bu yollarda yoxdur. Mən hələ şahid olmamışam ki, kimsə kiməsə siqnal eləsin. Həqiqətən. Hamımıza məsləhət görəm. Dubai'nin də reklamı getdi burada. Belə.
Birazdan hara getsə, necə olsa, bütün gedişatları sizə göstərəcəm. Öpürəm sizi, bağrıma basıram. Hə, uşaqlar, indi gəlmişik. Burada Kabana restoranı var. Maşından düşürük. Köməkçi gəlir, maşını götürəcək. Maşını parkovka eləyəcək. Biz də gedirik Kabanaya. Kabanada burada uşaqlar, baxın sizə göstərim. Dubai'nin ən məşhur, sevilən restoranlarından biridir. Bu da bizim maşındır. Giririk içəri. Girək otura biraz çay, zat falan isə istirahət eləyək. Yavaş-yavaş göstərəcəm sizə hər yeri, narahat olun. Hə, indi gəlmiş uşaqlar Kabanadayıq, oturmuşuq. Belə bir gözəl mənzərəsi var. Oturmuşuq. Belə qəşəng restorandır, Kabana. Çox gözəl. Biraz istirahət edirik. Bütün gedişatları sizə göstərəcəm. Buraya uşaqlar indi restorandan çıxdıq, gedirik otelimizə. Oradan maraqlı yerə gedəcəyik. Ona görə evə dəyməliyik ki, paltar götürməliyik. İndi gedirik evə. Evə deyəndə otelə. Gedək inşallah. Videonun davamı gələcək, səbirli olun. Maraqlı bir şey olacaq. Uşaqlar, çamadanımızı götürdük. Gedirik, çox maraqlı yerə gedirik. Çox səbirsizlənirəm. Mənimlə olun, izləmədə qalın. Hə, uşaqlar, indi gəldik, çatdıq. Ekranı çevirəcəm, sizə göstərəcəm. Təzdən gəlirəm, ekranı çevirim, gəlirəm. Baxın, baxın, görün nə gözəl yerdir. Baxın, 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 baxın. Görün, görün. Burada gözəl, əyləncəli jet-skilər falan sürəcəyik, motosikletlər sürəcəyik, maraqlı olacaq. Bacardığım qədər sizlər üçün çəkəcəm, baxın. Maraqlı olacaq. Allah. İnşallah hər birinizə qismət olsun buraları gəlib görmək. Belə. Baxın. Super. Hə, uşaqlar, indi hazırıq. Gedirik jet-ski sürməyə. Keçdik. Uşaqlar motosikli sürdük. Çox qəşəng kadrlar çıxıb, hamısını qoyacağam. Həqiqətən çox ləzzət elədi. Hər birinizə belə xoş günlər arzu edirəm.
yaxşı varsınız. Başqa bir aləmdə uşaqlar. Yəni buranın motosikları bizim ölkədən də seçilir motosikları. Çünki buradakılar tam professionallıqda, yəni motor cəhətdən, sürət cəhətdən hər tərəfli super həqiqətən. Çox maraqlı kadrlar çıxdı. Səbirsizlənirəm paylaşmaq üçün. Hə uşaqlar, indi gedirik otelə. Otelimizə gedəcəyik, əynimizi geyinib, sonra mərkəzə yeməyə gedəcəyik. Azından ölürük. Maşınımızın bir əslini açaq. Qəşəng sərin hava. Bəh, baxın. Qapılar, pəncərələr açıldı. Rahat şəkildə indi. İşte of. Hə uşaqlar. Allah hər kəsə qismət eləsin belə günlər, həmişə deyirəm. Gedirik. Qəşəng gün də batıb, axşamüstü olacaq. Gedirik, əynimizi dəyişək, içmək. Sonra gedək yemək, acından ölürük. Buraya qədər izləyib bəyənmişsinizsə, zəhmət olmasa like eləyin, abunə olun. Çünki mən də baxım həvəsləndim statistikalara. Davamı gəlsin. Yaxşımı? Öpürəm sizi. Özünüzdən müğayət olun. İstərdim sizin üçün bunu çəkib. Hə uşaqlar, indi gəldik otelə, əynimizi falan dəyişdik, içindik, gedirik yeməyə. Marina Mall var, gedirik ora. Yolda gedişatların hamısını çəkəcəm. Bugün çox maraqlı gün oldu. Bugün axşam birinci günümüzün vlogunu sonlandırırıq. İnşallah siz bunu izləyəcəksiniz, nə zaman onu deyərəm, sonra hələ ki bilmirəm, amma yəqin ki bu videonu çəkdiyim günün səhərsi günü YouTube kanalımda olacaq. Öpürəm sizi, gedişatları izləyin. Hə uşaqlar, artıq demək olar Marina Mall-dayıq. Düzdür, bura Dubayın ən böyük molu deyil. Yəni orada gedəcəyik inşallah. Orada gözəldir. Burada gözəldir. Genişdir, rahat, səliqəli. Hər cürə markalar var. Rahat şəkildə, bismillah. Yəni belə. Gəlmişik bura, oturabilir çörəyi zad yeyək. Ondan sonra görək nə yiyəcəyik inşallah. Baxın belə. Gözəldir, gözəl. Bəh. İşıqlanmaya baxın inşallah. Allah. Belə gedirik. Bir iki də paş paltar falan var, onlara baxın. Orada da video çəkəcəm sizin üçün. Burada da baxın belə. Qalxırıq yuxarı mərtəbəyə. Burada belədir. Gözəldir yəni, gözəl. Dubai gözəl şəhər, uşaqlar. Kim nə deyir desin, mən bu ölkəni çox sevirəm. Yeni olsa yenə gələcəm inşallah, yəni belə. Hər uşaqlar, belə dönər dedim, fre, qarğıdalı, soğuk. Rahat şəkildə. Zal edin inşallah. Uşaqlar, mən dönər xəstəsiyəm. Pizza zat boş deyil. Dostu arada yeməyə lazımdır, tez yox. İnsan yediyinə fikir verməlidir. Videonun sonunda bir günümüz necə keçdi onu yorumlayarsınız, yaxşı. Hamımızın yorumlarını gözləyirəm. Videonun sonlarına yaxın çatırıq. Bugünkü vlogun sonuna çatırıq, az qaldı. Hamı baxan, dəyər verən hər kəs yorum yazsın, öz fikrini bildirsin bu gündən bağlı, zəhmət olmasın. Yiyeyim, sonra təzədən davam eləyəcəyim. Gedişatı göstərəcəm sizə.
Hə uşaqlar, axşamınız xeyirli olsun. Günün son danışığıdır. Yedik, içdik, çox yorğunuq. Gedirik yatmağa. Bu vlogu, ilk günün vlogunu burada sonlandıracağım. İnşallah bəyənərsiniz, xoşunuza gələr. Əlimdən gəldiyi qədər çəkdim, düzəltdim. İzləyərsiniz, like atarsınız, abunə olarsınız. Fikirləriniz də önəmlidir. Bir hamınızın yorumlarını oxuyacağam. Öpürəm sizi. Gözəl nəticə olsa günün ikinci vloqunu da paylaşacağam dalıca. Söz verirəm. Görüşənə dək var olasınız.